Привет, rебята! Salam uşaqlar. Bugünkü rus dilindən dərsimiz первый урок Добро пожаловать. Yazılır Добро пожаловать oxunur. Elə ilk sözümüz də mövzumuzun adındandır. Добро пожаловать. Xoş gəldiniz. Şkola, məktəb, klass, sinif, uchitel, müəllim, ученик, oğlan şagird, ученица, qız şagird. İdiot v şkolu məktəbə gedir. Amma idiom v şkolu məktəbə gedirik. İdiot v şkolu məktəbə gedir. Karta, xəritə, malçik, oğlan, девочка, qız. Ученики, şagirdlər, cəm halda. Ученики, şagirdlər. Меня зовут, mənim adım. Məsələn, меня зовут Turan, mənim adım Turandır. İndi ikinci uroka baxaq. Pravila etiketa. Nəzakət qaydaları, etiket qaydalarıdır uşaqlar. Bura daxildir salam, sağ ol, salamlaşmaq, yəni bunlara etiket qaydaları deyilir. Birinci sözümüz privet. Privet dostumuzla salamlaşanda deyirik. Deyirik privet, salam. Paka, sağ ol. Dostumuza deyirik ki, sağollaşanda xudahafiz, paka. Здравствуйте, salam. Bunu böyüklərə deyirik. Здравствуйте, здравствуйте, salam. До свидания, sağ ol. До свидания, sağ ol. Доброе утро. Доброе утро. Sabahın xeyir. Добрый день. Günortan xeyir. Добрый вечер. Axşamın xeyir. Спокойной ночи. Gecən xeyrə qalsın. Спокойной ночи. Gecən xeyrə qalsın. Спасибо. Sağ ol. Müəllim yazdırıb çox sağ ol. Çox sağ ol. Большое спасибо. Və yaxud da спасибо большое. Spasiba təşəkkür anlamındadır, sağ ol. Пожалуйста, zəhmət olmasa. Пожалуйста, zəhmət olmasa.